Ötən il Azərbaycanla Ermənistan arasında ticarət əməliyyatları qeydə alınıb və Dövlət Gömrük Komitəsinin məlumatına görə Azərbaycan Ermənistana 788,8 min ABŞ dolları dəyərində məhsul ixrac edib. 2025-ci ildə isə Ermənistanın Azərbaycana idxal həyata keçirilməyib. Xüsusilə yanacaq məhsullarının ixracı diqqət çəkir. Eyni zamanda ümumilikdə Azərbaycanın xarici ticarət dövriyyəsi 49 milyard 423 milyon dollar təşkil edib və ixrac azalır, idxal isə artır. Nəticədə müsbət ticarət saldosu ötən illə müqayisədə kəskin şəkildə azalıb və bu rəqəmlər nəyi göstərir? Bu istiqamətdə hansı mənzərə açılır? Bax, bunları indi müzakirə edəcəyik. Studiyamızda qonağımız var, millət vəkili Azər Allahverənov. Azər müəllim, salam, xoş gəlmişsiniz. Xoş gününüz olsun. Azərbaycanla Ermənistan arasındakı bax bu ticarətdən, bu ticarət dövriyyəsindən ümumiyyətlə iqtisadiyyatın genişlənməsi, Cənubi Qafqazın inkişafı haqqında biz danışırıq, amma burada biz daha çox iqtisadiyyata yönəlməliyik, yoxsa strateji mesaja? Və yaxud da siyasi mesaja belə deyək. Çox maraqlı sualdır. Burada həm iqtisadiyyat var, həm siyasət var və təbii ki, konkret olaraq geostrateji hədəflər də var. Və ayrı-ayrılıqda hər birini biz təhlil eləsək, görərik ki, baxın, iqtisadi müstəvidə təbii ki, siz qeyd elədiniz, giriş məlumatda idxalla ixrac arasında olan saldonun müsbət olması təbii ki, bu istənilən dövlət üçün çox uğurlu bir nəticə kimi dəyərləndirilə bilər. Düz ola bilər, misal üçün əvvəlki illərə nisbətən bu bir qədər az görsənə bilər, amma nəticə etibarilə əgər idxalı üstələyirsə, bu demək ki, Azərbaycan məhsulları artıq bazarda rəqabət qabiliyyəti kifayət qədər yüksəkdir. Təbii ki, indi biz bilirik ki, burada daha çox neft məhsullarından söhbət gedir. Və nəzər alsaq ki, siz Ermənistana ixrac olunan neft məhsullarından danışdınızsa, bu 2024-25-ci ilin dekabr ayına təsadüf elədi. Yəni, ilk dəfə olaraq Azərbaycandan neft məhsullarının, xüsusilə də AY-95 yanacağının Ermənistana çatdırılmasında özünü göstərmiş oldu və hətta yanvar ayının artıq ilk günlərində belə biz növbəti belə bir kommersiya xarakterli bir ixrac prosesinə də şahidlik elədik və bu ondan xəbər verir ki, bəli, bizim üçün birincisi Azərbaycanın yanacağının və gələcəkdə də ola bilər təbii qazın da artıq ixrac coğrafiyası böyümüş olur. Nəticə etibarilə yeni bir dövlətin adı artıq o siyahıda yer almış olur. Bu sırf iqtisadi nöqteyi nəzərdən, yəni ixrac potensialının artırılması baxımından və yeni imkanların açılması nöqteyi nəzərindən təbii ki, müsbət hal kimi dəyərləndirilir. Siyasi cəhətdən söhbət əgər Ermənistandan gedirsə, bəlli məsələdir ki, yəni biz Ermənistanla bugün sülh quruculuq prosesindəyik və nəticə etibarilə sonuncu, bəlkə də ola bilsin ki, mərhələ bilavasitə Ermənistanda konstitusiyanın dəyişdirilməsi ilə əlaqədardirsə ki, yeni konstitusiyada ərazi iddiaları olmamalıdır və bu da artıq öz əlini tapdıqdan sonra Ermənistanla sülh müqaviləsinin bağlanması üçün hər hansı bir əngəl qalmır. Yəni, bu deməkdir ki, siyasi cəhətdən də müəyyən o iqtisadi müstəvidə əldə olunan nəticələr o siyasi çərçivənin və hədəflərin çox uğurlu şəkildə təmin olunması xidmət edir. Nə üçün mən deyim sizə? Baxın, dəfələrlə cənab prezident İlham Əliyev öz çıxışlarında, xüsusilə də avqustun 8-dən sonra Vaşinqtonda verdiyi müsahibə zamanı xüsusilə qeyd elədi ki, Ermənistan üçün önəmli olan məsələ etimad quruculuğu məsələsidir. Yəni, Ermənistan cəmiyyətinin özündə Ermənistanın siyasi hakimiyyəti elə bir mühit yaratmalıdır ki, burada Azərbaycana olan etimad kifayət qədər yüksək olsun. Çünki etimad olmadığı təqdirdə bəzi siyasi nəticələrin də əldə olunması olduqca çətindir. Hətta ondan da bir qədər Abu Dhabi görüşünə nəzər salsaq, digər kontaktlara nəzər salsaq, görərik ki, etimad quruculuğu bütün məsələlərdə bəlkə də ola bilsin ki, əsas 3-5 hədəfdən biri kimi xüsusilə təsbit olunur. Amma burada ən önəmli olan etimad quruculuğunun uğurlu şəkildə həyata keçirilməsi məhz Azərbaycanın bir düşmən obrazını uzun müddət, bir neçə 10 illiklər belə Ermənistan cəmiyyətində məhz düşmən obrazında təbliğ etmişlər və nəticə etibarilə əhalinin özündə kifayət qədər kəskin və
və bəzi hallarda mənfi və neqativ çalarlar üzərində köklənən bir münasibət var. Amma bütün bu stereotipləri sındırmaq lazımdır. Bu stereotipləri sındırmaq üçün deməli düşmənim, əgər mənim qonşum mənim üçün düşmən obrazındadırsa, mənim qonşumun mənə qarşı bir sülh şəraitində yaşamaq istəyində olduğunu göstərməyə çalışmaq lazımdır. Amma bunu necə etmək olar? İqtisadi müstəvidə əlaqələrin qurulması təbii ki, buna xidmət eləyə biləcək bir çox vacib bir elementdir. Yəni bu ümumiyyətlə nəzəriyyələrdə belə qəbul olunubdur. Xüsusilə də sülh quruculuğu nəzəriyyələrində. O ki qaldı siyasi, bəli, bu iqtisadi müstəvidə bu müəyyən müsbət çalarlar təbii ki, Ermənistan cəmiyyətinin özündə nəticə etibarilə siyasi müstəvidə o düşmən obrazının bütövlükdə stereotip olaraq dağıdılmasına müəyyən mənada gətirib çıxarda bilər. Hətta bu günün özündə siz fikir verirsəz, Nikol Paşinyanın son çıxışlarına diqqət yetirsək, xüsusilə də bu Azərbaycandan neft məhsulların, neft məhsulu nə deməkdir? Kritik məhsuldur. Kritik məhsulun Ermənistan cəmiyyətinə çatdırılması bir tərəfdən, digər tərəfdən də Qazaxıstandan və Rusiyadan taxılın Azərbaycan üzərindən Ermənistana ixrac olunması, yəni Azərbaycan tərəfindən bütün o məhdudiyyətlərin aradan qaldırılması şübhəsiz ki, nəinki yüksək dəyərləndirir və hətta ən yüksək tribunada belə buna görə təşəkkür bildirilir Azərbaycan tərəfinə. Amma eyni ilə də bu cəmiyyətdə də müəyyən soyuq, o buzların əriməsinə, soyuq münasibətin bir qədər də istiləşməsinə gətirib çıxardır. Nə üçün? Baxın, birincisi yanacağın qiymətinin aşağı düşməsi. Yəni bugün Nikol Paşinyanın narrativi ondan ibarətdir ki, baxın nəticə etibarilə Azərbaycandan ixal olunan yanacaq hesabında bizdə yanacağın qiyməti ucuzlaşırdı. 8-10% müxtəlif rəqəmlərlə səsləndirilir. Bu birinci tərəfdən. Yəni bu nəticə etibarilə vətəndaşa xidmət edir, vətəndaşın maraqlarına xidmət edir. Çünki vətəndaş artıq real olaraq öz üzərində hiss eləyir. Bunu hiss edir. Azim, buna biraz kompleks yanaşaq. Bir də monopoliyanın aradan qaldırması. Niyə kompleks yanaşaq, ətraflı yanaşaq, biraz daha ətraflı təhlilinizi istəyəcəm sizdən. Uzun illər Ermənistan tərəfi deyirdi ki, bizi iqtisadi blokadada saxlayır Ermənistan, daha doğrusu Azərbaycan və nəticə itibarilə bizim sərhədlərimiz bağlıdır və s. Bir fakt ondan ibarətdir ki, Gürcüstan və İran tərəfdən sərhədləri açıq idi, İran onlara kifayət qədər nəfəslik vermişdi və s. Biz sadəcə olaraq embargo tətbiq etmişdik və işğalcı ölkə ilə sərhədlərimizi bağlamışdıq. Bu fakt öz yerində nə etməliydik, belə də olmalıydı. Amma nəticə itibarilə hazırda Ermənistan üçün bu yanacağın alınması kimi qiymətləndirilməlidir, yoxsa bir növ o siz dediyiniz o qonşun pisdirsə nə etməlisən məsələsinə gələk. Yəni qonşunla düşmənçilik prosesini bitirməkdir. Yəni daha çox hansıdır balansda? Baxın, şübhəsiz ki, sərhədlərin açılması, yəni belə deyək, iki dövlət arasında ticarət dövriyyəsi ilə bağlı mövcud olan məhdudiyyətin aradan qaldırılması həmin o dediyimiz müsbət obrazın birbaşa olaraq formalaşmasına xidmət edən bir məsələdir. Yəni dünənə qədər hərçənd ki, mən sizlə tamamilə razıyam, o səhv narrativ idi. Yəni Ermənistan hər zaman bunu dilə gətirirdi ki, Azərbaycan güya ki, Ermənistanın blokadada saxlayır, amma sual verən gərək ki, Ermənistanın iki dövlətlə sərhədi açıq idi, İranla və Gürcüstanla və kifayət qədər də çox intensiv bir münasibətlər var idi. Hətta Gürcüstanla olan sərhəd, yəni dəmir yolu üzərindən belə yük daşımalar həyata keçirilir çox uğurlu şəkildə. İranla heç müzakirə belə O da müzakirə predmeti deyil. Yəni istənilən halda bu bir səhv narrativ yox, beynəlxalq ictimaiyyəti çaşdırmağa hesablanmış bir narrativ idi. Bunu adətən belə deyil, beynəlxalq münasibətlər sistemində insinuasiyalar deyirlər. Bax, bu insinuasiya elementləri idi, açıq-aşkar. Amma indi Azərbaycanın bəlli idi, işğalçı dövlət idi, torpaqlarımızın 5də bir hissəsini işğal altında saxlayırdı. Heç bir halda hər hansı bir güzəştə getmək belə niyyətində də deyildilər. Nəticə etibarilə 44 günlük vətən müharibəsi baş verməklə və sonraki 2023-cü ildə antiterror tədbirləri zamanı nəticə etibarilə beynəlxalq hüququn təməl prinsiplərini söykənərək Azərbaycan özünün suveren hüququnu bərqərar etmiş oldu. Həm bərqərar etdi, biz öz məsələmizi həll eləmiş olduq. İndən belə ki, yəni əgər mehriban qoşuluqdan söhbət gedirsə, indi təbii ki, biz mehribançılıq hələlik gözləmirik Ermənistandan, amma ən azından biz sülh şəraitində yaşamaqda çox israrlıyıq. Səmimi olsalar bəs edər. Bəli, biz bunu arzuluyuruq və məhz bu səbəbdən də elə 44 günlük vətən müharibəsindən sonra Azərbaycan tərəfi, xüsusilə də cənab prezident bu 5 prinsipə söykənən sülh prinsiplərinə söykənən bir təkliflərlə çıxış etmiş oldu. Bu gün isə artıq paraflanmış sülh sənədinin 17 bəndindən ibarət olan həmin o sənəddə həmin o 5 prinsip özünün geniş şəkildə təsbit olunubdur. Burada nə var? Burada eyni
eyni zamanda iqtisadi münasibətlər də var. Burada iki dövlət arasında həmin o məhdudiyyətlərin aradan qaldırılması və digər məsələlər də var. Amma o sülh sənədinin imzalanana qədər, yəni Azərbaycan tərəfinin mesajları, həm də bu dünyaya verilə biləcək mesajlar. Bir qədər əvvəl siz sual verdiniz ki, iqtisadidirmi, siyasidirmi, geostratejidirmi? Baxın, geostrateji bəs bu elementdə özünü göstərmiş olur. Bəli, biz Azərbaycandan dünyaya özü mesajlarımızı verdik. Bəli, biz sülh şəraitində yaşamaq istəyirik. Cənab Prezidentin axırıncı çıxışlarında yadınıza salın, bir də fikir maraqlı var ki, bizim heç bir müharibə aparmaq niyyətimiz yoxdur, bizim müharibə eləmək fikrimiz də yoxdur və s. və ilə. Bu nədən xəbər verir? Azərbaycan sülh şəraitində yaşamaq arzusundadır. Bir, bunun üçün də hətta lazım olan addımlar atır. İlk əvvəl Qazaxıstandan taxılın ixracına şərait yaradır, sonra Rusiyadan taxılın ixracına şərait yaradır, sonra yanacaq vermiş olur Ermənistan tərəfinə, yəni kommersiya əsaslı bir layihə də olsa belə, yenə də bu bizim ixrac potensialımızın artırılması və yeni imkanların açılması nöqteyi nəzərindən də dəyərləndirilməlidir. Gələcəkdə təbii qazın ötürülmə məsələsi də var ki, yəni bu da artıq son bəyanatlarda bəzi fikirlərdə yer almış oldu. Və sonra ki, ən önəmli məsələ, delimitasiya və demarkasiya tamamilə başa çatdıqdan sonra və yəni iki dövlət arasında kommunikasiyaların açılması üçün artıq o əlverişli bir şərait, o lazım olan mümbit şərait yaradılmış olur. Çünki bugünün özündə, yəni faktiki olaraq Ağbəndə qədər Azərbaycan dəmir yolu artıq tamamlanmaq üzrədir. Avtomobil yolda istifadə verilmək üzrədir. Trip marşrutu ilə bağlı konkret olaraq müəyyən hərəkətlənmə var. Yəni biz ən azından bilirik Amerika Birləşmiş Ştatlarının xüsusi nümayəndələrinin zaman-zaman Ermənistana səfər etməsi və nəticə etibarilə müəyyən dəqiqləşdirmələrin aparılması və Ermənistan tərəfini demək ki, 2026-cı ilin birinci yarısında hazırlıq işləri tamamlanır. 2026-cı ilin ikinci yarısında artıq trip marşrutunun çəkilməsi ilə bağlı zəruri işlərə start verilir. Yəni bu artıq ondan xəbər verir ki, real bir prosesdə var burada və gələcəkdə artıq bu istiqamətdə əgər bir məsələni də xatırlasaq ki, Cənab Prezident çıxışında qeyd elədi 2028-ci ilə qədər trip marşrutu artıq istifadəyə veriləcək. Yəni bu o deməkdir ki, çox qısa bir müddətdə də bu baş verə bilər və biz görürük ki, artıq Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasına əlaqələndirən deməli o kommunikasiyalar işə salınır trip marşrutu üzərindən. Bu kommunikasiyalar üzərindən digər kommunikasiyalar üçün də yeni imkanlar açılır. Xüsusilə də beynəlxalq yük daşımalarda. Bu da əlavə Ermənistana dividend gətirə biləcək bir prosesdir. Hətta siz bilirsiniz ki, bu yaxınlarda açıqlanan bir rəqəm vardı, 76-24% gəlirlərin əldə olunması. Yəni bunu ümumi 50 ildən sonra da artması. Artması, bəli. Yəni bu artıq ondan xəbər verir ki, real olaraq bugün artıq Ermənistanın aidiyyəti strukturları öz planlarını belə qura bilərlər. Çünki daşına biləcək beynəlxalq yüklərin həcmləri də bəllidir. Hətta yeri gəlmişkən onu deyim ki, sizə bu yaxınlarda belə bir informasiyada biz rast gəldik ki, trip marşrutu üzərindən il ərzində 70 milyona qədər yükün daşınmasından söhbət gedir. İndi bunu maliyyət tərəfinə hesablayanda görün böyük məbləğdən söhbət gedə bilər. Bu məsələnin təbii ki, bir tərəfi. Digər bir tərəfdən də bir məsələni də yaddan çıxartmayaq. Trip marşrutunun açılması həm də digər kommunikasiyaların istifadə verilməsi nəzərdə tutulur. Digər kommunikasiyaların istifadə verilməsi, misal üçün çox uzağa getməyək, misal üçün İcvan, Dilcan dəmir yolunun bərpa olunması məsələsi. Hətta Ermənistan tərəfi belə bir jest elədi Rusiya tərəfinə ki, bu İcvan Dilcan dəmir yolunun bərpa olunmasını bir növ həvalə eləmək istəyir Rusiyanın dəmir yolunu, deməli Rusiya dəmir yollarını. Bu jestmi? Təbii jestdir, təbii ki jestdir və ən azından ona görə ki, biz bilirik ki, real olaraq trip marşrutu əgər zamanında orada o Mehri dəhlizi üzərinə dəmir yolu gedirdi, hətta o dəmir yolu bildiyiniz kimi Azərbaycan dəmir yollarına məxsusuydu. Yəni bunun Rusiya dəmir yollarına heç bir aidiyyəti yoxdur. Və bu dəfələrlə də faktlarla və dəfələrlə də bəli sübut olmaqla yanaşı eyni zamanda bunun əleyhinə çıxan, bunun əksinə fikir söyləyən tərəfdə Rusiyanın aidiyyəti strukturları zaman-zaman bunu dilə gətiriblər. Amma ki reallıqda əgər söhbət Rusiyaya məxsus Ermənistan dəmir yollarına söhbət gedirsə, ki, hansı ki zamanda Cənub dəmir yolları şəbəkəsinin bir tərkib hissəsi idi. Yenə də bunun trip marşrutuna heç bir aidiyyəti yoxdur. Amma digər istiqamətlərdə İcvan Dilcan, xüsusilə də Qazax istiqamətindən, əgər Qazaxla İcvanı əlaqələndirən dəmir yolundan danışılsa, hansı ki bugün o yoxdur, dəmir yolu dağıdılıbdır. Amma onun bərpası mümkündür. Yenə bu da Rusiya deməli dəmir yolları tərəfindən həyata keçirilə bilər. Amma ilkin mərhələdə İcvan Dilcan söhbətinin Ermənistan tərəfi qabartmaqla eyni zamanda
Rusiyanın da dəmir yollarına o şəraiti yaratmış olur ki, yəni Ermənistan üzərindən, hətta daşınan beynəlxalq yüklərin sonraki zaman məhz Ermənistan dəmir yolları üzərindən daşımaqla nəticə etibarilə Rusiyanın dəmir yollarının bu prosesdə iştirakını təmin etmiş olur. Yəni belə deyək də bir növ balanslaşdırılmış bir siyasət yürütməyə çalışır. Bir məsələyə də istərdim ki, aydınlıq gətirək. Misal üçün 2025-ci ildə Ermənistanın Azərbaycana idxal olmayıb və onlar tərəfi, daha doğrusu qərb qonşularımızın kütləvi informasiya vasitələri yazır ki, niyə biz idxal etmirik? Misal üçün konyakımızı, şərabımızı idxal edə bilərik. Bu məsələyə ümumiyyətlə istərdim ki, iqtisadi cəhətdən bir münasibət bildirək. Bilirsiniz, maraqlı bir nüans nədən ibarətdir? Baxın, Ermənistanın xarici ticarət dövriyyəsini biz nəzər saldıqda görərik ki, burada daha çox Ermənistan üzərindən reeksport prinsipləri işə düşübdür və faktiki olaraq dünyaya Ermənistanın təqdim edəcəyi məhsullar indi tək konyak deyil təbii ki. Məsəl üçün əlvan metallar var, qızıl və digər məsələ bildiyiniz kimi Ermənistan ərazisində qızıl yataqları da var ki, onun da istismarına bağlı bu yaxınlarda maraqlı bir informasiya dövrəyə buraxıldı. Xüsusilə də Türkiyə şirkətlərinin bu prosesdə iştirakına dair. İstənilən halda, yəni idxal etmək potensialı təbii ki, Azərbaycan kimi deyil və bu müqayisə olunmaz dərəcədə fərqlidir. Azərbaycana əgər söhbət konyakın və ya şərab məhsullarının ixrac olunmasına söhbət gedirsə, buna da belə bir ciddi ehtiyac yoxdur. Kifayət qədər var. Bəli, yəni biz təbii ki, onun üzərindən tamamilə başqa bir sxemlərlə bağlı bir fikir söyləyə bilərik. Düşünürəm ki, iqtisadi dairələr bu məsələ ilə bağlı müəyyən təbii ki, araşdırmalar aparılır və ola bilərsə ki, əldə etdikləri bir hansı bir nəticələr də var. Amma mən düşünürəm ki, Ermənistan bugün daha çox Ermənistan Azərbaycandan asılı vəziyyətdədir. Nəinki Azərbaycan Ermənistandan və maksimumda biz bu məsələdə geostrateji nöqteyi nəzərdən maksimum o dividendi gətirə biləcək tərzdə bir siyasət yürütməyə nail olmalıyıq. Azər müəllim, çox sağ olun. Təşəkkür edirəm. Studiyamıza gəlib suallarımızı cavablandırdınız və biz studiyada Ermənistan-Azərbaycan münasibətlərinin iqtisadi hissəsindən danışdıq, ixracdan, idxaldan və gələcəkdə nəzərdə tutulan planlardan danışdıq. Studiyada qonağı millət vəkili Azər Allahverənov idi.